Salam, hər vaxtınız xeyirli olsun. Gününüz ümid edirəm yaxşı keçib. Əm, Bu gün də dünəndən fərqli olaraq, dünən daha günəşli, daha xoş hava idi. Bu gün daha küləkli idi. Əm, Son zamanlar deməyim, hər daim onsuz da dinlədiyimiz, izlədiyimiz biriləri var, hansı ki, sağlamlıq haqqında danışırlar, ə, hərəkətin, egzersizin nə qədər faydalı olduğundan danışırlar. Böbrəklər üçün, qaraciyərlər üçün bu və ya digər hallarda təkcə hər hansı bir sağlamlıq problemi olan adama bariz, özünü biruzə verən, açıq şəkildə görünən bir problemi olan kimsəyə yox. Hər kəs üçün sağlam insanın eləməli olduğu hərəkət miqdarı gün ərzində neçə addım atmaq kimi, qida rejiminə fikir vermək kimi, nə qədər su içmək kimi, yeməkdən yarım saat öncə su içməlisən. Əslində hər kəs hər şey deyir. Yeməkdən 1 saat sonra su içməlisən, meyvəni də eyni şəkildə 45 dəqiqəyə əvvəl ya da 2 saat sonra yeməkdən bildirirlər daha yaxşıdır. Hər kiloqrama görə səhv eləmirəmsə başqa dildə danışdı. Başa düşdüyüm yadımda qalan odur ki, hər kiloqrama görə, çəkivə görə 30 ml su içmək lazımdır. Bu gün belə bir informasiya eşitdim. Yenə də deyirəm, ola bilsin yanlış tərcümə eləyirəm və s. Amma hərənin öz norması 2-3 litr arasında məncə dəyişir də. Yaydan fəslə, mövsümə uyğun dəyişir. Və ya indi Ramazan ayındayıq. Müəyyən mənada bu ay həm təmizlənmə ayı kimi qeyd olunur. Təkcə qida olaraq, su olaraq deyil də, daha çox ruhsal arınma kimi qəbul olunur ki, bunu şükür Allaha nədən bol olmasaq da həyat koçlarından boluq. Onlar yaxşı mənada izah eləyirlər ki, biz necə enerjimizi təmizləyə bilərik, necə... Düzü mən bunu dırnaq içində deyirəm. Çünki hamının qarşısına çıxır da istər-istəməz hər ixtisasdan, hər professiyadan, hər işi icra edən kimsələr və ya icra etməyib özünü elə bir kimsə kimi görənlər və hər kəsə tövsiyə edənlər. Nəysə, mövzu bu deyil. Yəni təkcə yemək, su, ağza pis söz gətirmək, başqası haqqında pis düşünmək, beyin olaraq başqası haqqında pis sözlər dilə gətirmək, dedikodu olaraq. Bunu 365 gün əslində başqalarına deyilir ki, öz enerjini necə təmizləmək olar, özün haqqında yaxşı necə düşünə bilərsən, öz arzuladığını başqasından da arzulaya bilərsən. Heç kimin pisliyinə sevinməmək lazımdır. İnsan olmaq necə olur? Adətən normal insan olmağı 30-dan sonraya nitələndirirlər, həmin yaş dövrünə aid edirlər ki, insan bəlli bir təcrübə əldə edir, bəlli bir bagajla artıq başqaları haqqında kiməsə şər atmamaq, kiməsə pislik eləməmək. O demək deyil ki, kiməsə pisliyi bacarmır. O deməkdir ki, pisliyi bacarır, amma pisliyi eləməməyi seçir, yaxşı bir insan olmağı seçir və yaxud kimsə də pis bir rəftara məruz qalır, hər mənada, hər yerdə, hər gün sıfırdan başlayaraq. Keçən dəfə də bir mətn oxumuşduq, yadınızdadır ki, hər yeni gün, deyəsən Yapon fəlsəfə, yox, biz həmişə Yaponların fəlsəfəsini danışırdıq. Burada dəqiq bilmirəm, Yunanda ağlıma gəlir, son vaxtlar oxuduqlarım, rusca, ingiliscə, sizlə də paylaşmışdım. Bir də hansı fəlsəfə idi, yadımdan çıxıb tam olaraq indi ağlıma bir şey gəlmir. Dediklərim də bunlardır. Əzbərimdə, yəni yaddaşımda o qədər qəşəng qalmayıb da. Hər gün yeni bir şansdır. Hər gün hər kəs sıfırdan başlamağa çalışır. Mən əminəm ki, hər kəsdə olmasa dünya üzərində yaşayan 80% hər gün sıfırdan başlamaq istəyir. Həm özünün başına gələn pis hadisələri unutmaq, yanlış təcrübələrdən yola çıxmamaq, yeni insanlar tanımaq, yeni bir mühitlər edinmək. Baxıram ki, nə qədər dəqiqə qalıb. Çünki eynəyim gözümdə yoxdur. Məsələn, səhər vərdişi olaraq hər gün fransızca 1-2 şey dinləmək mənə çox yaxşı təsir edir və ya o dildə musiqiləri dinləmək belə xoş bir auraya bürünməyə səbəb olur. Eynilə də bəzən rus nağıllarına qulaq asa bilərsən, ingilis kitablarını dinləyə bilərsən, audio kniqalar ən çox maşın sürəndə, ən çox tıxacda qalanda insanın işinə yarayır və ya sən iş görsən, bir şey bişirsən, keks bişirsən, yemək bişirsən, görsəl olaraq oxumaq deyil də səslə daha beyinə sanki daha yaxşıdır. Bir də xoşladığın adamın səsi.
mən həmişə buradan yola çıxaraq indi nitq təlimçiləri də diksiya mənasında da səs tembrinə, tonuna necə nəzarət eləmək o qədərdir ki, yəni o da xüsusi vurğulanan bir şeydir podkastlarda ən çox deyilən ki, gənclərin nitqində müəyyən qüsurlar var. Sözlər ağlına gəlmir. Bu həmişə deyilən bir şeydir, xüsusən ki, tələbələr artıq ali təhsil almağa başlayanda öz nitqləri üzərində işləməlidirlər, ləhcə ilə danışmamalıdırlar. Bu kimi şeylər başqa dildə olan tək rus, ingilis dili deyil, maraqlandığı hər hansı bir Çin dili olsun, Koreya olsun, nə bilim başqa axır vaxtlar ən çox alman dilinə məncə maraq olduğu kimi qalıb hələ də. Məsələn, mən həmişə çəkinmişəm də həm almandan, həm fransız öyrənməkdən, daha əvvəllər də paylaşdıqlarında deyirdim, amma o yola çıxandan sonra sənə motivasiya verən xoş bir insanın, mentorun, yəni müəllimin, yəni tutduğu işıq sayəsində daha başqa cür yanaşa bilirsən o dilə, o fəlsəfəyə, həmin kültürə. Təkcə YouTube-da hər ölkədə məsələn mən bura köçdüm evlilik yoluna, işə başlamaq yolu ilə və ya tələbəliklə artıq bu şəhərdə yaşayıram. Bu şəhərin xoş və ya pis şeylərini sizlə bölüşürəm. Bu videolar milyonlarla da əminəm ki, hər kəsin qabağına gündə bir dəfə də ən azı çıxır da. Oradan yola çıxaraq demək istəyirəm ki, söhbəti uzatmadan artıq 6 dəqiqədir danışıram. Nitqimin axıcı olması üçün çox kitab oxuyuram son vaxtlar yox. Kitab oxumağa bədii ədəbiyyatı nəzərdə tuturuqsa 18 yaşdan sonra başlamışam. Ən çox başqa dildə, türk dilində oxumuşam. Mənə elə rahat gəlib. Deyə bilmərəm ki, ən asan kitablardan başlamışam. Dili mənə çox çətin olan həmin yaş dövrünə və həmin dil biliklərimin gerisində qalaraq həmin kitabları oxumağa başlamışam. Mütaliə insana ruhsal sağlamlıq məsələsində çox yaxşı təsir edən bir şeydir və ya insanlarla ünsiyyətin əgər yetərlicə irəliləməyibsə, yaxşı deyilsə, çox insanlar kitab oxumağı dünyadan qaçmaq olaraq dəyərləndirir ki, gəldim yorğun arğın və ya yuxuya getmək üçün və ya fikirlərim dağınıqdır, daha nizama salmaq üçün və ya bir neçə əsas obraz olur. Məsələn, 6 nəfər gəncdən ibarət əsas rol obrazı olaraq 6 nəfərdən gənc insanın həyatını danışan, təhsilini və şəxsi həyatından bəhs edən kitab hal-hazırda ağlıma o gəlir. Çünki o kitabı sevərək oxumuşam həmin yaşlarda. Yəni əslində hər bir yaş dövrünə, bayaq məsələn uşağa dedim ki, mənim filan yaşım var, mən indi riyaziyyat eləyim, 2 üstə gəl 2, yəni belə bir fikir küstü məndən. Yəni deməyə çalışdığım nədir? Hər yaşa uyğun görülən işlər var da ki, yəni sən bu yaşda bunu eləməlisən, qayda olaraq, yəni başqa bir şey eləməlisən. Bayaq yadıma düşmüşkən söz açır. Bayaq bir podkast izləyirdim. Həmin insanda deməli, uzun illər öncədən tanımışam, yəqin ki 10 il falan əvvəl qonaq olaraq gedib. Başlığı da maraqlı, diqqət çəkən qoyublar. O danışır, psixiatriyadan danışır ki, vaxtilə psixiatriya münasibət belə idi, günümüzdə isə belədir. Nə bilim, arada özündən danışır, müəyyən şeylərə münasibətini soruşur, suallar verir, o üzərindən irəliləyir söhbət. Yox, podkast deyildi əslində, müsahibə xarakteri daşıyan bir YouTube-da hər hansı bir videoda çıxmışdı qarşıma. 2 nəfərin söhbəti əsasında sual verən tərəf var və müsahibə alan tərəf və öz fikirlərini paylaşan tərəf. O bildirdi ki, nəyin üstündə nəsə deyirdim, o qədər uzadı giriş verirəm ki, bəzən unuduram nə deyəcəyimi. Öz sahəsini necə seçdiyindən danışdı, adından, soyadından danışdı, atam mən bu adı niyə qoyub, milliyyətindən bəhs elədi. Bəlli bir yaşı var adamın, yəqin ki 50-dən yuxarıdır, bəlkə 55-dən də yuxarıdır, bilmirəm. Səhv eləmirəmsə əgər, öz yoldaşı da həmin bu sahədədir. Onu da təzəlikcə görüb maraqlanmışdım, bilmirəm amma dəqiq onu. Və uşağından da danışdı, 7 yaşlı uşağım var dedi. Mən də qəribə gəldi bu yaşda. Belə bir balaca övladı var imiş səndimə. Daha sonra nə danışdı, yadıma salmağa çalışıram. Asılılıqlardan bəhs elədi. Qumar olsun, başqa asılılıqlar olsun, maddə bağımlısı hər mənada olan asılılıqlardan və ya sosial bağımlılıq, partnerə də olan bağımlılıq var da. Bağımlı ilişkilər.
Nəysə, hər şeydən danışdı. İndi söhbət açanda mən onun nəyin üzərindən misal çəkmişdim, nə deyirdim? Artıq fikir getdi istər-istəməz. Daha sonra nədən danışmaq istirdim? Son vaxtlar önümüzə çıxan hər bir YouTuberin nərdəsə paylaşdığı xəbərlər, daha sonra bir digər fransız dilində olan müsahibə var idi. O hansı dilə? Rusca ya türk dilində dinlədim o müsahibəni. O da çox da asan da olmayan mövzular idi günümüz dünyasında. Bəlkə də çox insanın artıq alışdığı mövzular idi, amma bilmirəm, yəni üzləşmə onsuz da hər şeydə. Sosial medianın insana nə qədər zərər vurduğundan, TikTokun gətirdiyi məsələlərdən, hansı ki, konfranslarda müzakirə olunur ki, sosial münasibətləri nə qədər pozur, insanın özünü nə qədər yalnızlığa, dibə çəkilməyinə səbəb olur, tənhalığa sürükləyir. Başqalarını bir neçə xoşbəxt anılardan ibarət olaraq paylaşdığı hər hansı bir şey bizə onun bütün həyatının o imiş, ondan ibarətmiş kimi algı yaradır və biz özümüzü onunla müqayisə eləyəndə nə dərəcədə bir boşluğa düşürük. Hər kəs yazır, hər daim deyir ki, özünün dünəninlə müqayisə eləməlisən, başqaları ilə yox. Sən başqalarının hardan başladığını bilmirsən. Sıfırdan bəlkə də mənfidən gəlib bu günlərə. Bu gün başqasının həyatını sən kifayət qədər ideal görürsənsə, bəlkə o da həyatdan qisas alır. O da zamanında 20 yaşda, ən gözəl gənc yaşlarında arzulamadığını indi tutaq ki 50-də, 60-da ya 40-da tapır, ya 30-da tapır. 30 hələ aşağı bir yaşdır. Düzdür, indi əsas indi bu günümüzün insanını nədə qınayırlar ki, insanlar səbr eləmək istəmir, dözmək istəmir. Bu gün başqalarının o qədər xoş həyatları hamının göz önündədir, evləri, o bəlkə də heç özlərinin deyil, hər şey. Eləsi var ki, məsələn deyir ki, mən yəni bu həyatı görürsüz, hər şey idealdır, amma bu ev filan şeydir. Bu daşıdığım çanta tutaq ki, reklamdan göndərilib. Yəni də o icarədədir, bu kirayədədir, bu özümün deyil. Bunu və ya kreditdədir və ya ipotekadadır, bu kimi şeylər, nəsə pulla, maddi məsələlərlə bağlı münasibətlər. Üzüm niyə qızarıb, heç bir məlumatım yoxdur, niyə bu halda olduğundan. Maddi məsələlər, həyata, başqa insanlara münasibət, bədən dilində, rəftarında, gözlərində olan əslində bir çox hallarda reaksiyasız olmaq çox yaxşı bir şeydir. Yəni hər mənada əsəbləşmirsən, özünə zərər vermirsən, ən gözəl şey insanın öz sakitliyini qorumasıdır. Amma bu o qədər çətin bir şeydir ki, bəlli bir yaşda yəni heç cürə alındıra bilmirsən, fiziki mənada tutaq ki, narahat ola bilərsən, mənəvi mənada yüklənmiş hiss eləyə bilərsən. Başqasının səsindən, hər hüceyrəsindən rahatlıq, sakitlik axdığı zaman, başqasını isə endişəli, təlatümlü, başqa cür görəndə, yəni istər-istəməz də insan o özü ilə müqayisə edir ki, niyə görəsən o belədir, mən amma bu cürəm də, yəni insanın özünü ən yaxşı tanıdığı vaxtlar 30-lardır da. Temperamentim budur, xüsusiyyətlərim budur, gün ərzində hərəkətim budur, başqalarına münasibətim budur, nə bilim, hər şey bizə izah eləyirlər də. Danışanda, nitq söyləyəndə, səhnəyə çıxanda əllərin açıq olmalıdır. Cəmaət insanlara, yəni bu enerjini ötürməlisən, safam nəyəm, yəni sizə qarşı açığam da, yəni o mənada. Və ya bədən dilində indi telefon tuturam bir əlimlə, belə ev kimi qururlar, evin damında elə bil. Yəni mənə güvənə bilərsən, həmin o jest, mimika. Bütün hallarda sən hansı jestləri öyrən süni bir şəkildə, özünə inam yarat və ya çox axıcı, gözəl bir nitqə sahib ol. Hər mənada güzgü qarşısında çoxlu məşq elə, başqasını dırnaq içində də bu bir növ özünü xidmət satmadır, özünü belə təqdim etmədir ki, yəni məni belə tanımağını istəyirəm ki, hər şey alınsın, mənim dediklərimə inanasan, mənə güvənəsən, mənim istədiyimi eləyəsən, manipulyasyon texnikləri deyilən bir şeylər. Belə yəni. Aynalamadan istifadə edərək bu və ya digər texnikaları əzbərləyərək hər şey
qüsursuz bir şəkildə tereyağından qıl çəkər kimi həll eləmək, daha sonra isə başqasını geri zəkalı yerinə qoymaq da. Bəzən insan özü bilərək, istəyərək aldanır bəzi şeylərə. Bəzən insan düşünür ki, mən aldadılası yaşlarımda deyiləm, məndən kiçiklər və ya məndən böyüklər məni aldada bilməz. Bu düzgün bir şey deyil də. Yəni özünə sığışdırmır. Bu cür kimsə ona yalan satırsa və o da tora düşürsə, o mənada. Bəzən bilə istəyə eləyir ki, mən insanlara güvənirəm, həyata münasibətim budur. Yəni bu şəkildə. Nəysə, çox uzatmadan söhbətə. Söz aşırdı, bayaq da yaxşı bir şeydən danışırdım. Niyəsə fikir qırıldı, bilmirəm. Yadıma düşsə bəlkə növbəti videolarda yenə bir şeylər deyərəm. Başqa nədən danışmaq istirdim? Müəyyən şeylərdə düzəlişlərdən, özün özünü səhv nitqləndirdiyin müəyyən davranışları və fikirləri və həyata münasibət kainata, ətrafa ötürdüyün hər hansı bir xoş bir niyyəti, istəyi, mədəni bir şəkildə başqa insana yaxınlaşdığın zaman əks əlaqəni ala bilməmək, onun da başqa cür davranması, istəyərək, istəməyərək, məcbur edilərək, axır bir şəkildə belə davranması, bəzən yaxşı davranışları hər yerdə gedirsən ki, orada sənə yaxşı davranılsın, əksinə pis davranış görürsən və bəzi şeyləri ümumiləşdirirsən, niyə tutaq ki də insan yanlış bir algı özündə oluştura bilər ki, bütün insanlar mənə belədirsə, deməli məndə sorun var, məndə problem var və ya başqası sənə manipulyasyon texniyi olaraq bunu deyə bilər ki, sən onsuz da beləsən də hamıya qarşı, hamı da sənə qarşı belədir. Yox, o əslində düzgün bir şey deyil. Bu çox istifadə olunan bir şeydir. O cümlələr var da. Sən onsuz da həssassan. Hər şeyə qarşı həmişə belə davranırsan. Hər durumda stres yapırsan. Vəziyyəti idarə eləmək, sakit bir şəkildə yanaşmaq, səbirlə, ümidlə. Yəni biz sosial rollar ifa edirik də hər yerdə. Bəzən kimisə qarşısında güclü davranmaq lazım gəlir, bəzən kimisə qarşısında insan özünü aciz yerinə qoya bilər, ağlaya da bilər, yəni bütün hallarda. Bəzən kimsə səninlə təklikdə qalmaqdan qorxur, sürəkli ətrafında biriləri olur, yəni mütləq ki, kimsə olmalıdır orada, üçüncü bir şəxs. İnsan son illərdə məruz qaldığı bu və ya digər səbəbdən hansısa bir mənfi əlamətlər, bizim şəxsiyyətimizin, kişiliyimizin, xarakterimizin, türk dilində kişilik anlamı formalaşmasında nədənli rol oynayır, nə cür təsirlər buraxır, bizim yeni bir başqa bir insana qarşı hansı rəftarımızda özünü biruzə verir. Artıq sən təkrarlanan müəyyən şeylərdən sonra istər-istəməz müəyyən bir həqiqətləri dərk edirsən, müəyyən bir nəticəyə gəlirsən öz-özlüyündə. Heç kim, məsələ o deyil ki, kimsə sənə inansın, sən kiməsə etiraf eləyəsən çətin vəziyyətdə olduğu və ya köməyə ehtiyacın olduğunu tutaq ki, və ya özünü narahat hiss elədiyi, təhlükəsiz hiss eləmədiyi, hansısa bir münasibətlərdə özünə qarşı gördüyün bir şeylərə əsasən oradan yola çıxaraq. Müsbət notlarda bitirmək gərəkirsə, bayaq yenə qeyd elədik, həmişə də o deyilir, sosial ilişkilər insan həyatında önəmlidir, cəmiyyətə adaptasiya, sabaha dair ümidlərin olması ki, hər şey yaxşı olar, özünü güvəndə hiss eləmək, ən çox bunu sağlamlıqla və para durumu ilə bağlayırlar ki, sən çox pulun varsa, əslində bunu iki yönümdən danışırlar ki, sabah o pulları itirəcək və görə narahat da ola bilərsən və ya həyatında yaxşı bir adam varsa birdən məni tərk eləyər, qısqanclıq yaranır da artıq. İtirmə qorxusu ola bilər, bu da münasibətə zərər yetirə bilər, partnyor mənasında danışırıqsa və ya nə bilim, dediyim kimi, hansısa bir xəstəliyin olar, onun sağalmayacağına, yəni də daxildən özünü narahatlıq hiss eləyə bilərsən ki, bir şeyləri eləyirəm, lazım olan hər şeyləri eləyirəm, amma vəziyyətim düzəlmir. İnsan hər daim xəstə olanda, narahat olanda, adi bir qripdə olanda, yəni adi bir xırda bir şeydə narahat hiss eləyəndə özünü düşünür ki, sağlamlıq nədənli qəşəng bir şeydir, mənim enerjim hal-hazırda düşükdür və heç sənin dəyəri yoxdur da gözümdə. Bəziləri məsələn hər mənada hər şeydən əslində danışmaq istəyirəm, bilmirəm
hal-hazırda bir şəkildə özümü ifadə eləməyə ehtiyacım var. 20-ci dəqiqəyə də yaxınlaşırıq. Yenə də təkrarlayım. Özünü yalnız hiss eləmək gündə neçə siqaretə bərabərdir. Bu da tədqiqatlarla müəyyən olmuş bir şeydir. Bir vaxtlar dilimdə əzbər idi. O siqaret sayında yadımda qalmışdı. İndi yadımdan çıxıb. Və həm bayaq danışırdım psixiatrın müsahibəsindən. O deyirdi ki, siqareti tərk etməyindən danışırdı. İndi biraz detallar yadıma düşdü bayaqdan. O qədər həvəslə danışmaq istədim. Birdən-birə yaddaşımdan getdi danışmaq istədiyim şeylər. Həm siqareti tərk etməyindən danışır və bildirir ki, yuxuda da görürəm. Siqaret arzulayıram, istəyirəm, amma bir şəkildə iradəmlə qarşı qoyuram da. Yəni hər cürə ki, çəkməyim. Daha sonra nədən danışdım? Yəni ən çox qarşınıza çıxan bütün mövzulardan demək olar ki, danışdım. Başqa. Deməli, yalnızlıqdan, təklikdən danışdım. İnsanın özünə həyatındakı insan tərəfindən daha dəstəklənmiş, evin içində olduğu mühitdə, iş yerində, dostların arasında nə qədər dəstəklənsə, nə qədər xoş sözlərlə pohpohlansa da, dırnaq içində belə deyək, bunun başqa bir insanlarla münasibət qurmağında, yeni bir insanları həyatına cəlb eləməyində nə qədər rolu var. Adi bir xırda bir tutaq ki, münasibətə başlamaq istəyir, hər hansı bir biz görürük də adətən bəlli bir mühitdə ki, çox rahat insanlarla, yeni insanlarla ünsiyyətə girən insanlar görürük və bir də bir mövzuya toxunmaq istəyirdim. Son vaxtlar kitabların təbliğatı ilə bağlı olan mövzu, hansı ki, ruhumu oxşayır, belə deyə bilərəm. Onsuz da hal-hazırda indi insan çox pul qazanmaq istəyirsə, həyata dair bir şeylər birikdirmək istəyirsə, bunu tək işə getdim, gəldim deyə nitələndirmir. Network'un nə qədər önəmli olduğunu hamı vurğulayır. Sənin hobbilərin öz həyatına nə qatır, getdiyin mühitlər, yeni bir insanlara özünü təqdim eləyirsənmi, hansı şəkildə oradan yeni bir şeylər nə qazanırsan və bu da sənin yenidən para qazanmağına nə qədər katkıda bulunur belə şeylər. Nəysə, gecəniz xeyrə qalsın, özünüzə yaxşı baxın, Allaha əmanət olun.